Salamlar yenə də hər kəsə və yenə də mən söz verdiyim kimi öz rus boyunda tapsırlarını açacağım. Və əgər əsəbinizə girməsə mahnıya da qoşacağım. Deməli, nə edirik? Burada mən nə edəcəm? Bu günləri biz yalançı rubl yükləməyə, yəni eləməyə öyrədəcəm. Başlayırıq. Dökün buraya girirsiniz. Girəndə öz oyunçunuza girirsiniz və bundan sonraki bu yenə də videomu xatırladım ki, Rus pointini yaratmağı öyrədəcəm. Bu ikinci videomdur. Üçüncü videomda isə mən dediyim kimi Rus pointi yaratmağı öyrədəcəm. Bunu niyə eləyəcəm? Çünki bəzi insanlar bilmir, balaca uşaqlar ya da ki, ola bilsin 12-13 yaşı uşaqlar bilmir necə edəsin. Bu bilməyənlərə aid olacaq 3-cü videomda. Hələ ki, yalançı rubl vurmağı öyrədirəm. Baxın, öz pointimə girmişəm mən. 0 rublum var. İndi buna nə edeyim? Gətiririm şukanın üstünə və sağ düyməni basırmışam. Burada prosmatlit kodu element var. Üstündən basırıq. Yəqin ki, bunu bir çoxu bilir. Dostlarınızla müstəşə bilərsiniz. Belə bir səhifə açılacaq. Məndə Google ödəyənə belə bir səhifə açılır. Bunu içərdim. Və burada siz əsas olan şeyi tapmışsınız. Və özü burada avtomatik qoşulub bunun üstündə. Node 0 yazın. Onun üstünə yenə sağ düyməni vurub editə basırıq və bu 0-ı istədiyiniz rəqəm edirsiniz. Məsələn, belə pis görsənməsizliyini 3465 məsələn. Sonra neyiniz? Çıxırsınız bu X-a basın. Gördünüz? 3455. Ya da onu başqa rəqəm edəcəm. Həmən şey rahatdır. Yenə də həmən şey edirik. Məsələn, belə nə rəqəm edirik? Gəlin 12. Gördünüz. Mən indi bunu çox qəşəng bir videoda eləyəcəm. Mən indi bunu çox qəşəng eləyəcəm. İndi siz özünüz də baxın necə eləyəcəm. Bu rublu çevirəcəm başqa bir sözə. 2000 yazırıq. Spanı pozaq. Manat yazıq. Gördünüz 2000. Yəni bunu siz hamınız da edə bilərsiniz. Sağ olun və böyük barmaq yuxarı qoyun. Altda yazın və anakastikini də aşağıda videonun altında qoyacağım. Sağ olun.